qapı qarşısında boşla zərbə və Sinenko. Bax bu epizodda Hüseynov sol ayağından zərbə endirir və Alex Souza Sinenko. Alex Souza'nın zərbəsini dəf edir. Bu da epizodun təkrarı. Və qapıya zərbə indirilir Sinenko. İmad Fərəc qapıya da vura bilər. İmad Fərəc qapıya zərbə. Hücumun təkrarını izləyək. Bu Fərəc topu itirir Vargas'la mübarizədə. Vargas cərmə meydancasındadır. Vargas ötürməsini edir. Qapıya zərbə. Metsio yox. Sinenko. Və yekunda yalnız gücdən zərbə. Sinenko topu qaytardı mı yoxsa? Gəlin bir daha baxaq. Ronaldo'nun ayağı idi yoxsa Sinenko? Sinenko'nun ayağı idi. Emin Mahmudov zərbəsi və Sinenko. Bir daha baxırıq Emin Mahmudov zərbəsi və Sinenko. Luis Ortiz zərbə, təkrar zərbə olacaq. Sabah hücuma gedir, zərbə olacaq mı? Mikes və qapıcı. Hər zaman biz isə Sabahın hesabı açmağa yaxın olur. Peris'də mərkəz ötürmə. Moludanın zərbəsi və komandasını qoldan xilas edir və İmişlini. Zubir topu yaxşı qəbul etdi. Hesab açmaq olar. Zubir yaxın məsafədən səhvini də əslində qeyd etmək lazımdır. Rafael Viegas xərəkdə meydandan çıxdı. Müdafiədə ciddi səhv. Qarabağ ikinci qolu vura bilər. Belə bir fürsət yaranır. Bu da həmin epizod. Kadi Bangera mane olur və birləşərək topu Kadi'dən alırlar. Kadi'dən daha bir Qarabağın az əvvəlki hücumunun təkrarını bir daha izləyirik. Fürsət yaranır. Emanuel Adai. Kadi. Nərmanın zərbəsi. Rəqibin olduğu nöqtəyə topu ötürmüşdü orada Bikalyo. İndi ikinci zərbə olacaqmı? Abdullah Zubir və Qavi topladı. Ara ötürməsi. Cahangirov çatmağa çalışır və Sinenko. Qayda pozuntusunu edənsə Karvan. Ötürmə alındı. Masumov və qapıcı Sinenko. Rejissorumuz Elçizə bir təkrar borcu var idi. Qoldan əvvəlki epizod. Burada İbrahim göstərir ki, Mikels ötür. Xəyal özü gedir. Xəyalın zərbəsi. Bu bir qədər əvvəlki epizoddur. Emin'in ötürməsindən sonra başla zərbəni Sinenko'nun dəf etdiyi an. Breno Almeida'nın fərqlənməsinə qola mane olur. Baxın. Morgan. Əks hücumlara bel bağlayır. Uzaqdan zərbə Vargas'dan çox yaxın. Bu Vargas'ın uzaqdan vurduğu zərbənin təkrarıdır. Vuruşdu orada əslində. Davam işarəsi verildi. Neçən hücumu. Sambu. Daha bir zərbə. Sambu. Baxırıq təkrara. İlk anda baxın. Müdafiəçini qabaqlayır. Sol ağı ilə zərbə vurur. Davam edirlər. Mustafa Sek topu qaldırır. Başla zərbə və burada. Baxırıq təkrara. İlk zərbəni İmad vurdu. Daha sonra Sambu. Nə qədər yayındı. Başla zərbə. Olacaq. Komanda bu mövsüm 2 dəfə 3 qol vurduğunu qeyd etdim. Bu bir əvvəlki yeri gəlmiş epizodun təkrarı 5-ci qolun vurulmasına imkan vermədi. Sinenko bəli 3 dəfə fərqlənib. Mikels'dan top keçdi. Karim Paris zərbəsi uzaq küncə. Və növbəti kritik müdaxiləsi söyləyə bilərik ki, yaxşı zərbə almışdı. Seyv etməyi bacarır. Baxırıq təkrara. Burada yerdən gələn top. Başla zərbədən sonra yenə Jarlem Santos və əla reaksiya. İmişlinin qapısından. Çox çətin bir top. Nasasına başla endirir topu. Santos Ozoviç'in zərbəsi. Sinenko, Ayxan. Yoxdur əlbəttə. Dəqiqliyi ilə fiksasiya edə bilək bunu. Amma burada Serrano'nun ötürməsi. Başla qapıya doğru və Sinenko. Silva'dan ötürmə gəlir. Başla zərbə və mükəmməl qol vurmuşdu. Montiel'dən ötürmə əla alındı. Zərbə indirilir və Sinenko. Ötürmə anında ofsaydın olub-olmaması məsələsi. Morgan'ı, Camilo Duran'dan ötürmə. Toral'ın zərbəsi və Sinenko. Ötürmə. İndi təhlükəli gəldi Qəbələ. Zərbə və qapıcı Sinenko. Eşqinin zərbəsi qapıcı. Təkrar zərbə. Zərbə meydancasına daxil olmağa hazırlaşır. Ötürmə qapı qarşısına. Azər Salalın zərbə. Zərbə endirmək var. Mikels. Qismət Aliyev. Papunaşvili. Kepsorun təkrarını izlədik. Burada belə bir durum və
İmişli meydanın özünə əsasından çətinlik çəkir. Mikkelsten zərbə Sinyenka. Baxırıq bir daha çərçivəyə gedən da cərmə meydançasının yarım qövsü içərisində uzaqdan qapıya zərbə. Göndərdi cərmə meydançasına. Təhlükəli idi və burada qapıcı Sinyenka. Mikkelsi idi bu, düzəliş edim, üzr istəyərək təbii ki. 4 oldu indi, Maluda uzaqda, Sinyenka. Lazadə də ayağını tutub. Ötürmə. Rüstəm. Yaxşı qəbul etdi, zərbə qapçı yerindədir təkrar. Qundiniyev. Ara ötürmə yaxşı alındı. Araz Naxçıvan hücumdadır. Ülvi İskəndərovun zərbəsi və Andrey Sinyenka. İşin qapısı önündə təhlükə yarana bilər. Ötürmə qapı qarşısına Veremiyev. Bir dəqiqəni uzada bilər Sinyenka. Şimdi komandalara bildirir ki, bu son fürsətdir. Çötürdü, Roy Kehat. Roy Kehat'ın uzaqdan zərbəsi və qapçı. Baxır boylanır ətrafına Rossi. Ötürmə deyil, zərbədir bu Sinyenka. Baxırıq. Zərbəni yerinə yetirir. Qapı qarşısına gəldi top. Ronaldo toxunur. Hücum davam edir. Renato və... Çevrilir. Uzaqdan zərbəsi Sinyenka. Düzgün mövqeyi. Qapıya baxır. Ötürmə verir qapı qarşısına. Rüstəmin başla zərbəsi Sinyenka. Əmirdi. Üstə gəl. Dəyişiklik zamanı da etdiyi hərəkətə görə aldığı sarı vərəqə Qurban Qurbanovu həqiqdən də xeyli əsəbləşdirdi. Emin Mahmudov korner uzaq güncə Sinyenka çıxışdı. Geri oynadı Reza Bala. Uzaq güncə ötürmə və burada Sinyenka topa. Leppinica onun ötürməsi. Sinyenka uzatmışlı. İlk halını götürdü. Premier Ligada. Bugün ise ilk 3 halını. Anatoli Nuriyev. Ötürmə nedir? Uzaqlaşdırır Sinyenka. Hərəkətlər Prins Ovusu'dan. Ovus ötürməsini edir Nuqay Rəşidov istiqamətinə, amma Sinyenka. Jorge Silva. Silva'nın ötürməsi cərmə meydançasına və Sinyenka. Ötürmə. Sinyenka çıxışda. Jorge Silva topladı. Silva'dan ötürmə və Sinyenka. Baxaq bu epizoddan sonra. Göndərdi cərmə meydançasına. Sinyenka yumruqluyur. Ötmə gəldi qapı qarşısına Sinyenka. Qapı qarşıya gələn top Sinyenka yumruq ilə uzaq. Kadi topu ötürür. Sinyenka uzaqlaşdırır. Toralın zərbəsi. Sinyenka burada da Viegaş önündədir. Abdullah Zubir qapı önündə ötürmə edir və Ötürmə qapı önünə götürdü qapçı. İşarə gəldi. Jaime Sierra göndərir uzaq güncə. Almeida'nın, digər Diogo'nun Qarabağlı oyunda qırmızı vərəqə alaraq 3 dəfə qol vurmağa bacarır bu dəqiqələrdə. İndi Şamaxı hücumdadır, amma ötürmə edilir və Andrey Sinyenka yumruqları ilə topu Duran'a. Camilo Duran dərhal qapı önünə ötürmə edildi və Topu hələ ki yerə salmaq mümkün olmayıb. Sinyenka topu hələ keçirir. Ötürmə, qapçı, çıxışda inanma oynadı. Yenə Emin Mahmudov, yenə əla ötürmə. Nuno Rodriguez topu qaldıra bilir və Sinyenka. Şakil Snow. Şakil Snow'dan ötürmə qapı qarşısına Sinyenka çıxdı və topa. Sinyenka. Amin Seydiyev göndərdi cərmə meydançasına ayaq.